Kremlin Ermənistanda hakimiyyətə gətirmək istədiyi milyarderlərdən biri Bakıda, biri İrəvanda həbsdədir. Rusiya vətəndaşı olan erməni oliqarx və milyarder 44 günlük müharibə zamanı işğalçı ölkəyə qanunsuz silahlar göndərdiyi üçün Azərbaycanda haqqında cinayət işi açılmış Savmel Karapetyan Ermənistanda həbs edilib. Formal olaraq o, erməni Apostol kilsəsini dəstəklədiyi və Paşinyan hökumətinin üzərinə getdiyi üçün saxlanılıb. Karapetyan həbsini siyasi motivli sayır. Yeni Müsavata istinadən xəbər veririk ki, bunu Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə komitə sədrinin birinci müavini, Azərbaycan düşməni Konstantin Zatulin deyib. O hesab edir ki, Karapetyan erməni xalqının lideri ola biləcək bir şəxsdir və Paşinyanın qanunsuz addımları ona özünü təkcə biznesmen və xeyriyyətçi kimi yox, həm də siyasətçi kimi təsdiqləmək şansı verir. Deputat deyib ki, Savmel Karapetyanı yaxşı tanıyır və əmindir ki, o öz xristian kökündən erməni kilsəsinə hörmətindən danışanda səmimidir. Qeyd edək ki, Zatulin sıradan bir deputat deyil. Komitə sədrinin müavini, Putinin sədri olduğu hakim Vahid Rusiya partiyasının üzvü, ən əsası Ermənistanı kurasiya edənlərdən biridir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Karapetyanı müdafiə edəcəyini bildirmişdi. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Yeni Müsavata açıqlamasında deyib ki, Karapetyan Rusiyanın Ermənistanda növbəti siyasi cəhdidir. Hüquq müdafiəçisi onu Gürcüstanın milyarderi Bidzina İvanaşvili yaxud da Bakıda həbsdə olan milyarder Ruben Vardanyanla müqayisə edib. O deyib ki, Rusiya Saakashvilini seçki yolu ilə devirməyi bacardı və biznesmen İvanaşvilinin qurucusu olduğu partiya iqtidara gəldi. 2012-ci ildən Moskvaya yaxınlığı ilə seçilən bu qüvvələr hakimiyyətdədir. Kreml oxşar ssenarini o zaman Qarabağ üzərindən Vardanyanla oynayıb və onu İrəvanda hakimiyyətə gətirmək istəyirdi, ancaq alınmadı. Karapetyan da böyük pullara və Ermənistanda biznesə sahib iş adamıdır. Ən əsası isə Rusiya vətəndaşıdır. Yəni Paşinyanın onu həbs etməsi Kremllə sövdələşmə predmeti ola bilər. Çünki Karapetyan Rusiya vətəndaşıdır və onu uzun müddət həbsdə saxlaya bilməz. Bir yandan Putinin təzyiqləri artacaq, digər tərəfdən isə onun Rusiyaya ekstradasiyası məsələsi qaldırıla bilər. Hüquq müdafiəçisi vurğulayıb ki, gələn ilin iyununa qədər onun həbsdə qalması istisna deyil və bu müddətdə Paşinyan seçkidəki əsas rəqibini zərərsizləşdirmiş olacaq.